Çay dünyada ən çox istehlak edilən içkilərdən biridir. Onun tərkibindəki antioksidantlar və başqa faydalı maddələr sağlamlığa müsbət təsir göstərsə də, həddindən artıq istehlaki bəzi mənfi nəticələrə səbəb ola bilər. Yeni Sabah, Azbaku istinadən məlumat verir ki, mütəxəssislər gündə 3-5 stəkan çayın sağlamlıq üçün faydalı olduğunu bildirirlər. Bu miqdarda çay immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir və ürək-damar sisteminə müsbət təsir göstərir, ancaq normadan artıq çay istehlak etmək bəzi sağlamlıq problemlərinə yol aça bilər. Normadan artıq içildikdə çayın zərərləri, yuxu problemləri, yuxu problemləri, çayın tərkibində olan kofein yuxusuzluq və əsəbilik yarada bilər. Dəmir çatışmazlığı, çay qidadan alınan dəmirin orqanizmə solunmasını azalda bilər. Bağırsaq problemləri, çox çay içmək mədə turşusunu artıraraq qıcqırma və həzm problemlərinə səbəb ola bilər. Sümük zəifləməsi. Bəzi araşdırmalar göstərir ki, çox çay içmək kalsium çatışmazlığına gətirib çıxara bilər. Əlavə edək ki, yüksək təzyiqi olanlar, mədə problemləri yaşayanlar, hamilə qadınlar və dəmir çatışmazlığı olanlar az çay istehlak etməlidir. Gündə 3-5 stəkan çay içmək faydalı olsa da, normanı keçmək sağlamlıq problemlərinə səbəb ola bilər.